Bugünkü tədbirimiz yəqin ki, məlumdur. Əsgər Quliyev Vüqar Füzuloğlu'nun şəhadət günü qeyd olunur. Mənə elə gəlir ki, bu şəhidimiz qələbəni, zəfəri duydu. Çünki qələbəmiz olan günü şəhadətə qovuşdu. Onun ruhu şaddır, duyur, hiss edir ruhu ki, bu qələbə onların sayəsində, şəhidlərimizin sayəsində yəni bizlərə bəxş olundu. Bizlər də təbii ki, fərq etməz 1-ci, 2-ci Qarabağ, Aprel döyüşləri və 2-ci Qarabağ döyüşləri, bunlar hamısı torpaq uğrunda, vətən uğrunda, bir amal uğrunda bunlar silaha sarılıb, yəni öz şirin canlarından keçiblər. Onların ruhu qarşısında baş əyirəm və bu qələbəni bizə yaşadan igidlərimiz var. Biz borcluyuq, bəli, biz borcluyuq. Görünüb gözə, yox olub hərdən, düşmənin bağrını qartal tək gedən, sarılıb silaha lap öndə gedən şir biləkli oğullara borcluyuq. Dəmir yumruq əzimindən güc alan, bayrağımızı zirvələrə ucaldan, vətən bizim, torpaq bizim, qıy vuran qorxmaz igid qazilərə borcluyuq. Adlarını tarixlərə yazdıran, 44 günə yağılardan baz alan, qələbəni iftixarı yaşadan cənnətdəki şəhidlərə borcluyuq. Cənnətdəki şəhidlərə borcluyuq. Ruhu qarşısında baş əyirik.